Paytaxtın Nəsimi rayon Sübhi Salayev küçəsində fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yanğınla bağlı araşdırma aparılır. Çıxdım, elə gördüm ki, pəncərəyə düşür də, qaynımın oğlunu çağırdım ki, gəl gör bu nədir də yanı. Bir görüm alov qalxdı göyə, qala tüstü qalxdı göyə. Ki gördük skorların səsi gəlir. Ondan sonra lap gücləndi işi. Gərəksiz oradadır. Bəli, burada. Aydın. Yanğın nəticəsində sökülməkdə olan ümumi sahəsi 135 kvadrat metr olan fərdi yaşayış evləri və 60 kvadrat metr sahədə məişət tullantıları yanmışdır. Yanğın nəticəsində qonşuluqda olan hal-hazırda yaşayış olan fərdi yaşayış evləri 500 kvadrat metr sahədə yanğına mühafizə olunmuşdur. Yanğın yerində xəsarət alan olmamışdır.